Salam, hər vaxtınız xeyir olsun. 2 noyabr 2025-ci ildə 9-cu siniflər üçün təşkil olunan ikinci buraxılış sınağının riyaziyyat suallarının izahına baxırıq. 31 nömrəli sualda deyirlər, ABC üçbucağında AD bərabərdir, CD bərabərdir, BD. Bu nə vaxt olurdu? Əgər bu düzbucaqlı üçbucaq olardısa, bu zaman hipotenuza endirilən median hipotenuzun yarısı olur deyənə bu formada bunlar bir-birinə bərabər olurdu. Deməli, nəymiş? Bu düzbucaqlı üçbucaq imiş və düzbucaq təpəsinə endirilən mediandır bu BD burada. Və deyirlər ki, burada CBD burası verilib 25 dərəcə. Və istəyirlər ki, BAC-ni tapaq. BAC-ni tapmağımızı istəyirlər. Burası 25-də cəm 90 olmalıdır. Axı 90-dan çıxıram 25-ini. Qalır orada 65. Deməli, burası elə də 65. Burasının 65 olduğunu bildik. Bir də burada bir şey də nəzərə alaq ki, buraya bərabərsə, bərabər yanlı üçbucaqdırsa, oturacağı bitişik bucaqlar bərabər olur. Burası da 25 olacaq. Burası da 25 oldusa, düzbucaqlı üçbucaqda iti bucaqların cəmi də 90 dərəcə olmalıdır. Deyənə burası da 65 dərəcə olmalıdır. C bəndi. Tapdıq bunu. Növbəti sualımız 32 nömrəli sual. Deməli, burada ortaq vurğu çıxardırıq AN-ni mötərizə xaricinə. A üstü N yəni. Qalır ki, A-nın kvadrat çıxılsın 81. Bu da bərabərdir. A üstü N vurulsun. Bu da olacaq ki, A minus 9, A plus 9. Yəni, B bəndi eləmiş oldu. Növbəti sual tənəssüb. Tənəssübün əsas xassəsi budur ki, kənar hədlərin hasili orta hədlərin hasilinə bərabər olur. Yəni ki, burada 12 vurulsun 4x minus 5 bərabər olmalıdır ki, 9 vurulsun x plus 2. Hər tərəfi 3'ə bölsək, burada alınır 4, burada alınır 3. Sonra mötərizələri açsaq, alınır 4 dəfə 4, 16x. Çıxılsın 4 dəfə 5, 20. O tərəfdə də 3x plus 6 alınır. 3x atırıq sol tərəfə, 20-ni sağ tərəfə. Bu zaman alırıq ki, 13x bərabərdir 26. X də bərabərdir burada. 26-nı 13'ə böldük. Bu da elədir 2. Yəni, B bəndi tapmış olduq. Bu qələm biraz çox qalındır. Biraz nazikləşdirək. Növbəti sualımız ifadəsinin qiymətini tapın deyirlər. Baxın indi. Bu hissə sənin nəyi verir? A plus B-nin mötərizə kvadratını. A plus B-nin mötərizə kvadratı plus 1. A plus B 8 verilirsə 8-in kvadratı plus 1. Bu da elədir 64 plus 1, 65. Yəni, A bəndi. Növbəti sual. Burada baxın, uyğun bucaqlar var. Yəni, alfa bettəyə bərabər olacaq. Və buradası da onlara bərabər olacaq. Yəni, buraya elə alfa da yaza bilərsən, betta da yaza bilərsən. Bu hissələr, yəni belə deyək də bir dəqiqə. Bax, bunlar üçü bir-birinə bərabərdir, uyğun bucaqlardır. Və burada bir də alfa ilə qammanın cəmi 180 dərəcə olur. Çünki açıq bucaq əməl gətirirlər. İndi bizdən nəyi soruşurlar? Alfa plus 2, betta plus 3 qammanı tapın. İndi belə baxanda alfa bettəyə bərabərdirsə, bettanın yerinə alfa yaza bilərsən. Bu zaman alınır ki, alfa plus 2 alfa plus 3 dənə qamma. Bu da bərabərdir. Buradan alınır ki, 3 alfa plus 3 qamma. Bunu çıxardırıq ortaq mötərizə xaricinə, qalır alfa plus qamma. Alfa plus qamma da ki, 180 dərəcə olmalıdır. Açıq bucaq əməl gətirir. 3 vurulsun 180. Bu da alınır 540. Yəni, C bəndi almış oldu. 36-da deyirlər ki, OC şüası AOB-nin tən böləndir. Onda deməli, bax, bu AOC COB-yə bərabər olmalıdır. Sonra deyirlər ki, OD isə AOC-nin tən böləndir. Onda burası x olsa, burası da x olar. Və demişdik ki, AOC COB-yə bərabərdir. Cəm elədik 2x, onda burası da 2x olmalıdır. Və bizə veriblər AOB-ni 140 dərəcə və bizdən COD-ni, yəni ki, x istəyirlər. Onda yazırıq ki, bunların cəmi nə qədər oldu? 4x. 4x 140-dırsa, yəni ki, hamısı bunlar 140-dır. X bərabər deyilir, 140-ı 4-ə bölürük.
X bərabər də alınır 35 dərəcə. B bəndi. Növbəti 37 nömrəli sualda deyirlər, A həqiqi ədədi üçün A-nın kubu bərabərdir 2 olarsa, A üstü 6 plus 6 ifadəsinin qiymətini tapın. A üstü 6 nə deməkdir? A-nın kubunun kvadratı. Kubunun kvadratı. Plus 6. A-nın kubunu 2 veriblərsə, alınır 2-nin kvadratı plus 6. Bu da 4 plus 6, 10 eləmiş oldu. A bəndi. Növbəti 38 nömrəli sualda veriblərsə ki, modul da bərabərdir A-dırsa, ədədin modulu özünə bərabərsə, deməli bu müsbət bir ədəddir. A sıfırdan böyükdür. Modulda B bərabərdir mənfi B-dir. Ədədin modulu mənfisinə bərabərsə, deməli B mənfi bir ədəddir. Və deyir ki, hansı mənfi ola bilməz, hansıları və yaxud da mənfi ola bilməz. Baxırıq ki, A müsbətdir. B də kvadrat deyənə mənfi olsa da kvadratı müsbət verəcək. Müsbəti müsbətə vuranda bu müsbətdir. Mənfi ola bilməz. A çıx 2B. A müsbətdir. Burada çıxma var. B mənfidir. A çıxılsın. Burada mənfinin mənfi təsiri müsbət olur da. A çıxılsın. Mənfi nəsə olanda mənfinin mənfi təsiri A plus bir şey olur. Orada müsbət verəcək də sənə. Belə düşünün. Tutaq ki, A-mız 2-dir. B-miz tutaq ki, mənfi 1-dir. 2 vur mənfi 1, mənfi 2 elədi. 2 minus mənfi 2 elədi. 2-nin burada mənfinin mənfi təsiri müsbətdə, yəni 4 verdi, müsbət verdi. Deməli, burada müsbət oldu. Bu B minus 2A. B tutaq ki, 1 mənfi 4 olsun. A da ki, müsbət 1 olsun. 4 minus 2 vur 1 elədi 2. Yəni, mənfi verəcək də. Burası mənfi oldu. Bu mənfi oldu. Hansı ola bilməz? 1 və 2A bəndi. 39-da deyirlər 45% 90 olan ədədin 30%-ni tapın. 45% 90 olan ədədi tapmaq üçün 90-ı vururuq 100-ə bölürük 45-ə. 90 vur 100 bölünsün 45. Və bunun da sonra deyir, həmin ədədin də deyir ki, 30%-ni tap. 30% tapmaq üçün 30-a vurub 100-ə bölürük. 100-lər getdi. 45 ilə 90 burada 2 qaldı. 2 vur 30, 60. A bəndi. 40. 2A plus 3B bərabərdir 14 olarsa, 4A kvadrat plus 9B kvadrat və 100 olarsa, AB hasilini tapın. Belə eləyirik də burada. Baxın, bunun hər tərəfini kvadrata yüksəldirik. 2A plus 3B'nin kvadrata yüksəldirik hər tərəfini. Alınır ki, burada 4A kvadratı plus 9B kvadratı plus hasillərin 2 misli, işte 2A vur 3B elədi 6AB, onda 2-yə vursa 12AB. Bərabərdir 169. Daha doğrusu 196 bir dəqiqə. 14-ün kvadratı. Ondan sonra, bax, bu cəm sənə verdi 100. Bunun yerinə 100 yazsan, 100 plus 12AB bərabərdir 196. 100 atsam bu tərəfə alınır 12AB bərabərdir 96. AB-ni də tapsaq 96-nı 12-yə bölərik 8 dəfə. AB 8 eləmiş oldu. C bəndi. Növbəti sualımız AB 2 rəqəmli ədədi üçün deyir. AB üstündə xət bərabərdir 2A plus 5B olarsa B böl A nisbətini tapın. AB üstündə xət varsa bunun onluq yazılışı 10A plus B'dir. Hər kəs bilir bunu. 10A plus B. Bərabərdir 2A plus 5B. Ondan sonra A-ları atırsan bir tərəfə, B-ləri də bir tərəfə. A-nı bu tərəfə ataq, B-ni o tərəfə ataq. Bu zaman alırsan 10A-dan 2A çıxırsan 8A. 5B-dən 5 çıxırsan 4B. Hər tərəfi 4-ə bölürük. Alınır ki, B bərabərdir 2A. B 2A-dırsa gətirib burada yerinə qoyuram. 2A bölünsün A, bu da elədi 2. B bəndi. Sonra 42. İfadəsinin qiymətini tapın. Əvvəlcə belə eləyək. 2 çıxılsın var burada. 2 bölünsün. 2 çıxılsın. 0,4 3. 0,4 3 bilirsiniz ki, bu nə deməkdir? 9'da 3 deməkdir. Bunu da ixtisar aparsan 3'də 1 eləyir. Gətirib burada yerinə qoyuruq. 2 çıxılsın 3'də 1. Bərabərdir. 2 çıxılsın. 2 də məxrəci 3 olan kəsir kimi yazılsa əgər, bu nə deməkdir? 3'də 6 deməkdir də. Çıxılsın 3'də 1. 6 bölü 3'dən 2 verir də elədir.
2 çıxılsın burada, 2 bölünsün. 6-da 3-də 6 çıxılsın, 3-də 1 elədi, 3-də 5. Belə olan halda 3-də qalxır sürətə. Qalır ki, burada 2 çıxılsın. 2 dəfə 3, 6, 5-də 6. Bu da bərabərdir. 2 çıxılsın. 5-də 6 da ki, 1,2-dir. 2-dən də 1,2 çıxanda qalır 0,8. Yəni C bəndi. Növbəti sual bu tərəfdədir. İfadəsinin qiymətini hesablayın. Baxın, 9 nə deməkdir? 3-ün kvadratıdır. Üstündə bir dənə də 9 var deyənə 2 dəfə 9 elədi 18. 3 üstü 18 olacaq. Ya da birbaşa yazmayayım, nəsə problem kimsə üçün olmasın. 9 3-ün kvadratıdır. Üstündə bir dənə də 9 var, baxın. 8 nə deməkdir? 2-nin kubudur. Üstündə bir dənə də kubu var. 16 2 üstü 4'tür. Bir dənə də 4 var üstündə. Bölünsün. 32 2 üstü 5'tür. Üstündə bir dənə də 4 var. 27 3 üstü 3'tür. Üstündə bir dənə də 6 var. Baxın, indi 2 üstü 2, üstündə 9 varsa, belə olan da mötərizdə qüvvətlər vurulurdu. 3 üstü eləyir 18, vurulsun 2 üstü 9, vurulsun 2 üstü 4 dəfə 4, 16. Bölünsün 2 üstü 4 dəfə 5, 20, 3 üstü 3 dəfə 6, 18. 3 üstü 18'lər bir-birini apardı. Qaldı ki, burada 2 üstü 9 plus 16. Bilirsiniz də, əsaslar eynidir. Vuranda qüvvətlər toplanılır. 2 üstü 25 bölünsün 2 üstü 20. İndi əsaslar eynidir. Böləndə qüvvətlər çıxılır. Qaldı 2 üstü 25 çıxılsın 20 elədi 2 üstü 5. Bu da eləyir 32. Yəni Y bəndi. Növbəti sualımız 44. A verilib, B verilib. A fərq B yalnız A-da olanlar qalır. Yalnız A-da olanlarda baxırıq ki, 1-dən 2-dir də, elədir. 3, 4, 5 hər ikisində var. 1-dən 2-dir burada. B fərqi A-da, yəni ki, B-nin A-ya daxil olmayanları da, onlar da hansılardır? 6 ilə 7. Yəni, sayılarının cəmini istəyirlər. Bu da 2 dənə, bu da 2 dənə. 2 plus 2 elədi 4. C bəndi. 45 nömrəli sual. Katetləri 5 böl 12 nisbətində olan düzbucaqlı üçbucağın perimetri 90 olarsa, bu üçbucağın hipotenuzunu tapın. Bir dənə düzbucaqlı üçbucaq quraq. Burada varmı? Özümüzdən quraq. Baxın, katetlər 5 və 12-dirsə, onda hipotenuz üçün C kvadrat bərabər olur ki, 5'in kvadrat plus, yəni, bunu əslində nisbət deyiblər, 5K, 12K deyək də. Bu 5K'nın kvadratı, bir dəqiqə bunu biraz səliqəli yazaq. 5K'nın kvadratı plus 12K'nın kvadratı. Buradan da alınır ki, C kvadrat bərabərdir. 5K'nın kvadrat 25K kvadrat eləyir. O da plus 144K kvadrat elədi ki, 169K kvadratı. Onda C də özü bərabər olar 13K'ya. Bu da 13K'dırsa, perimetri bilir ki, bütün tərəflərin cəmidir də. Onda yazırsan ki, 5K plus 13K plus 12K bərabər 90. Bunlar da cəmi eləyir nə qədər? 13K, 12K elədi 25K, o da 5K, 30K. 30K 90'dırsa, K burada eləmiş oldu nə qədər? 90'ı bölürsən 30'a. Tapdıq K'nı 3. Ondan sonra bu üçbucağın hipotenuzunu tapın deyirsə, bu da 3K olduğundan 13 vurulsun 3 elədi 39. Yəni B bəndi. 46 nömrəli sual. 0,5'dən böyük və məxrəci 16 olan ixtisar olunmayan düzgün kəsirlərin cəmini tapın. 0,5 bilirsiniz ki, 2'də 1'dir. Məxrəci 16 olan deyirsək, yəni bunu da məxrəcini 16 eləmək üçün bir dəqiqə. Bunun hər tərəfini 8'ə vururam. Alınır 16'da 8. Deməli, deyir 16'da 8'dən böyük olsun və məxrəci 16 olan ixtisar olunmayan kəsir olsun. 16'da 9 olar. Onların da cəmini istəyir. 16'da 10 olmaz. Çünki 10 ixtisar olunandı. 10'dan 16. 11. 16'da 12 ixtisar olunandı. 13 olar. 16'da 14 ixtisar olunandı. 16'da 15 olar.
və düzgün kəsir deyil, qutardı bu qədər. Bunlar da cəmi elədi 16-da. Bunlar toplasaq 9-u da 11 elədi 20. 13-u da 15 elədi 28. 28 da 20 elədi 48. 48 də bölsən 6-ya 3 dəfə düşür. Yəni bu sualın doğru cavabını tapmış olduq. Baxaq növbəti 47. Bərabər tərəfli üçbucağın təpə nöqtəsindən medianların kəsişmə nöqtəsinə qədər məsafə 6/3 olarsa, bu üçbucağın tərəfini tapın. Bir üçbucaq quraq. Dəqiqə gözləyin. Buradan götürək, səliqəli olsun bəlkəm deyirəm. Görə olurmu? Nəysə, belə bir şey. İndi deyir ki, medianların kəsişmə nöqtəsinə qədər məsafə. Kəsişmə nöqtəsi burası olsun. Buraya qədər məsafə verilib 6/3. Bunu bəlkə başqa rəngdə yazım. Nə deyirsiniz? Burası elə də 6/3. Onda bu qalan hissəsi olacaq nə qədər? 3/3 olur. Niyə belə olur? Çünki medianlar kəsişmə nöqtəsində təpədən başlayaraq 2/1 nisbətində bölünür. Yəni bunların nisbəti nə verəcəyində 2 verəcək. Bundan bunun nisbəti. İndikən burası nə qədər oldu? 9/3 oldu da elədir hamısı. Hamısı oldu 9/3. İndi baxın, bərabər tərəfli üçbucaqdırsa, bərabər tərəfli üçbucaqda median həm də ki, tənbölən rolunu oynadığı üçün buranı biz bilirdik ki, bərabər tərəfli üçbucağın daxili bucaqların hamısı 60-60-60 olur axı. Tənbölən bunu 30-a bölər. Burası da 60'dır. Burada da perpendikularlıq var. Bizdə qayda var ki, düzbucaqlı üçbucaqda 60'ın qabağındakı katet o biri katetin köşdöş misli olur. 60'ın qabağı 9/3'dürsə, o biri katet, yəni ki 30'un qabağı 9 olur. Sonra bizdə qayda var. 30'un qabağındakı katet hipotenuzun yarısı olur. Onda burası da 18 olacaqdır. Elə bərabər tərəfli üçbucağın tərəfini tapın deyirlər. 18 eləmiş oldu. 48 nömrəli sualda deyirlər, A paraleldir B olarsa, X-in dərəcə ölçüsünü tapın. Sadə bir sualdır bu. Yıxıdılmış M hərfinə oxşar bir şəkildirsə, kənardakıların cəmi bərabər olurdu. Yəni bu ortadakına. Belə deyək də X plus 70 bərabərdir 100. X də eləmiş oldu 30. Yəni çox sadə bir sualdır. Ondan sonra baxaq 49 nömrəli suala. Baxın. Dərəcələr verilib. M üçün dərəcə 8'dir. Bunu belə yazım. M-ə deyərəm ki, onda X üstü 8. Sonra N nədir? Dərəcə 10'dur. N-ə deyərəm X üstü 10. Sonra burada K var. K burada 4'dür dərəcəsi. Onda K bərabərdir yazıram. X üstü 4. P-nin də dərəcəsi 6'dır. Onda P-yə də deyirəm ki, X üstü 6. İndi gətirib burada yerinə qoysaq. Aşağıdan yazın, bəlkə daha geniş yeri var. Q bərabərdir. Deməli, X üstü 8 plus alınır burada. K X üstü 4'dür. Bir də üstündə yenə 3 var. Vurulsun. N nədir? X üstü 10'dur. Çıxılsın X üstü 6. Üstündə 2 var. Biz bilirdik ki, çoxhədlinin dərəcəsi 10 tərkibində olan ən böyük qüvvətli bir hədlinin qüvvətin dərəcəsi də eyni olurdu da, belə deyək. Burada ən böyük dərəcə olacaq. Elə X üstü 3 dəfə 4, 12 olacaq burada. Burada isə ən böyük dərəcə olacaq. Hansı olacaq? Yəni, bir buna vurursan 2'ni, bir də bunun qüvvətinə olacaq. Orada X üstü belə deyək də ən böyük dərəcədən söhbət gedirdi. Elə burada X üstü, yəni bir də kvadrata yüksəltməyə ehtiyac yoxdur. Ən böyük orada X üstü 10 üstü 2 olacaq. Onu da 2'yə vuranda X üstü 20 olacaq da ən böyüyü. Bunlar da vuranda bir-birinə, yəni artıq vurmaq lazımdır. Yaranacaq ki, X üstü 12 plus 20 32 eləmiş oldu. Yəni ən böyük dərəcə 32 olduğu üçün bu çoxhədlinin dərəcəsi 32 götürüləcək. Əslində fərqi yoxdur. Bu hər bir X-də olmasa, bir X, bir Y də olsalar, zaten bir hədlinin qüvvəti nə olurdu? Dəyişənlərin qüvvətləri cəmi yenə 32 olacaqdır. Növbəti sualımız 50 nömrəli sualdır.
Deməli, A-yı 3-ə böləndə, B-ni də 5-ə böləndə bir-birinə bərabər olursa, onda A-ya 3K yazırıq burada. Yəni ki, A 3-ə bölünən bir ədəddir. B də 5-ə bölünən bir ədəddir. B-yə də 5K deyirsiniz. Bunlar cəmi 32-dir. Yazırsan 3K plus 5K bərabərdir 32. Elədi 8K 32-dirsə, K-nı tapdın orada 4 elədi. K 4 eləmiş oldusa, onda B minus A-nı istəyirlər. B minus A-dakı 5K çıxılsın 3K-dır da. Bu da 2K olduğundan 2 vurulsun 4, 8 eləmiş oldu. Yəni bu sualın cavabını da tapdıq. Növbəti 5 ədədinin tərsi ilə əksisinin fərqini tapın. 5 ədədinin tərsi 5-də 1-dir. Əksi də ki, mənfi 5-dir. Burada mənfinin mənfi təsiri olur 5-də 1 plus 5. Bu da elədir 5 tam 5-də 1. 5-də 1 də 0,2 olduğundan alınır bərabərdir 5,2. Yəni bu da 5,2 eləmiş oldu. Növbəti bu sual. Deməli burada deyirlər ABC bərabər yanlı düzbucaqlı üçbucaqdır. Bərabər yanlı düzbucaqlı üçbucaq bu deməkdir ki, katetlər bir-birinə bərabərdir. ASB 90 dərəcədirsə, AB burada hipotenuzdur. AC ilə BC isə katetlərdir. BD tən böləndir. Tən bölənin xassəsindən burada istifadə edə bilərik. CD burada 8-dir. Bax, burası 8-dirsə, bura x yazsam, cəm elədi 8 plus x də elədi. 8 plus x. Bu katetdir, bu da katetdir. Deməli, bunlar bərabər olmalıydı. Yəni, bu da 8 plus x eləmiş oldum. Bizdə qayda var ki, bərabər yanlı düzbucaqlı üçbucaqda burası A, burası da A-dırsa, burası A köşdə 2 eləmiş olurdu. Onda burası da 8 plus x, burası da 8 plus x isə hipotenuz 8 plus x vur köşdə 2 olacaqdır. İndi bizdə deməli, tən bölənin xassəsi var ki, elə bil ki, baxın, buranın buraya nisbəti bərabər olur buranın buraya nisbəti. Onda alınır ki, burada x plus, daha doğrusu fərq yoxdur, x plus 8 köşdə 2-nin 8 plus x-ə nisbəti bərabərdir x-in 8-ə nisbəti. Bildiniz də yəqin, buranın buraya nisbəti bərabər olur buranın buraya nisbəti. Tən bölənin xassəsini bilənlər bunu anlamış oldu. İndi baxın, bunlar ixtisar gedir. Çarpaz vursaq x bərabərdir 8 köşdə 2 tapmış olduq. Bizdən də ləmin AD-ni istəyir də, x istəyir, tapmış olduq, qutardı. Növbəti sual, boş olmayan A və B çoxluqları üçün ENA kəsişmə B bölünsün 3 bərabərdir MB fərq A böl 8 bərabərdir ENA fərq B. Bu da bölünsün 1 yazaq. Və ENA birləşir B 48 olarsa, ENA kəsişmə B-ni tapın. Bizdə qayda vardı ki, ENA birləşir B. Bax, bu qaydanı hər kəs bilməlidir. Bərabər olurdu ENA fərq B plus MB fərq A. Bir də plus onların kəsişməsi. İndi baxın, ENA birləşir B 48-dir də. ENA fərq B 1K. NB fərq A 8K. Bildiniz yəni ki, bunları artıq məxrəclərə görə ENA kəsişmə belə 3K eləyəcək. Cəm elədi bu 12K bərabərdir 48-dirsə. K elədi burada 4. K 4-dürsə bizdən kəsişməni istəyirsə, kəsişmə də ki 3K olduğundan 3 vurulsun 4, 12 eləmiş oldu. Növbəti sualımız budur. Burada elə bil ki, birinciyə birinci, ikinciyə ikinci, üçüncüyə də üçüncü uyğun gəldiyindən alfa burada 5K, beta 4K, gamma da 6K olacaq. Belə bir şəkil olanda da, yəni qələm formasında olan şəkil olanda da bu daxildəki bucaqların cəmi 360 dərəcə olurdu. Onda yazırsan 5K plus 4K plus 6K bərabərdir 360. Bunların cəmi elədi ki, 15K bərabərdir 360. K-nı tapmaq üçün 360-ı bölürük 15-ə. Bu da düşür neçə dəfə? Deməli, 30 15-ə 2 dəfə, 60 qaldı, o da 4 dəfə, 24. K 24-dürsə bizdən qammanı istəyir. Qamma 6K olduğundan 6 vurulsun 24. Bu da elədi 144. Yəni bu sualın cavabını tapmış olduq. Növbəti axırıncı sualımızdır. Deməli, A deyir ki, burada bu üç xəttinin vuruqlarıdır.
B çoxluğu isə bu çoxhədlinin vurğularıdır. Onda A-nı bərabərdir yazıram ki, və x kub çıxılsın 64, x-i vurğularına ayıraram. X-i ortaq çıxardıram. Qalır ki, x-in kvadratı çıxılsın 64 də ki, nə deməkdir? 8-in kvadratı. Bu da müxtəsərə əsasən x vurulsun, x çıx 8, x plus 8 olur. Ondan sonra baxın indi. O birisi nədir? B bərabərdir. X-in kvadrat çıxılsın 2x minus 48. Bu kvadrat üçhədlidir. Kvadrat üçhədlinin də vurğulara ayrılması, yəni çevrilmiş kvadrat tənlik formasında olduğu üçün A orada yoxa çıxır. Normalda necə olurdu? A vurulsun x minus x1, x minus x2. A yoxa çıxır çünki bunun əmsalı 1'dir. Onda olacaq burada x minus x1, x minus x2. x1, x2'ni tapmaq üçün də, yəni ki, tənliyin köklərini tapmaq üçün də viyyətdən istifadə edirik. Çünki bu çevrilmiş kvadrat tənlikdir də, rahatlıqla tapa bilərik. Köklərin hasili elə bil ki, 48, cəmi isə mənfi 48, hasil mənfi 48, cəmi isə müsbət 2-ni verməlidir. Viyyəti bilirsiniz yəqin. Onda köklər olacaq mənfi 8 ilə 6, daha doğrusu müsbət 8 ilə 6. Çünki toplayanda müsbət 2 verməlidir, vuranda mənfi 48 verməlidir. Onda vurğulara ayırana belə olur da x minus x1, yəni ki, x minus 8, x minus mənfi 6, mənfinin mənfi təsiri x plus 6 eləmiş oldu. İndi Euler-Venn diaqramını doldursaq, ortaq olan x minus 8-i buraya yazarıq. A-da olanlar, yalnız A-da olanlar burada yazarıq. Yalnız B-də olanda ki, x plus 6'ını da buraya yazarıq. Bu formada Euler-Venn diaqramını doldurmuş olduq. İzahlarımız bu qədər. Zəhmət olmazsa videonu bəyənin, dostlarınızla paylaşın və kanala abunə olmağı da unutmayın. Sağ olun.